Salam əziz abituriyentlər. Bu videoda fizika ümumi sınaqlar toplusundan sınaq 11-in izahına baxırıq. Birinci sualdan başlayaq. X ox üzrə düz xətli hərəkət edən maddi nöqtələrin koordinatlarının zaman asılı qrafiklər verilmişdir. Hansı maddi nöqtənin getdiyi yol onun yer dəyişməsindən çox olar? Yəni getdiyi yol L böyükdür S yer dəyişmədən böyük olsun. Cisim X oxu və X oxun istiqamətinə getməyindən asılı olmayır. Bir qayda ilə, əgər cisimdə təcillə sürətin istiqamətləri eynidirsə, bu heç bir zaman istiqamətini dəyişməyəcək. Yəni, təcil də x ox istiqamətdə, sürət də x ox istiqamətdədirsə, bu yeyinləşəndir. Ümumiyyətlə, belə deyə bilər ki, yeyinləşən hərəkətlərdə deməli, yer dəyişmə ilə yol düz xəttli bərabər sürətli hərəkətdən söhbət gedir, dəyişən sürətli hərəkətdən, yəni qrafikdə trayektoriyası düz xətt olsun. Yəni, trayektoriya düz xətt olduqda və hərəkət yeyinləşən olduqda bir mənalı olaraq L bərabərdir S olacaq. Yəni, yol yer dəyişməyə bərabərdir. Düz xəttli bərabər sürətli hərəkətdəki kimi. Deməli, trayektoriyası düz xətt olub, yer dəyişmə ilə yol bu anda bərabər olur. Ancaq sürətlə təcilin istiqaməti fərqli olsa, yəni cisim yavaşlayan hərəkət etsə, bu deməkdir ki, müəyyən ana qədər yavaşlayan hərəkət edib dayanacaq və istiqamətini dəyişib təzədən təcil istiqamətində qayıdacaq. Çünki əvəzləyici qüvvə hərəkətin əksinədirsə, bu onu yavaşladacaq, dayandıracaq və təzədəndən bu hərəkət istiqaməti təcil istiqamətində olacaq və yeyinləşməyə başlayacaq. Məlum məsələdir ki, əgər yavaşlamaq deyəndə sürtünmə qüvvəsinin təsiri altında hərəkətdə tormozlanırsa, bu ona aidiyyatı yoxdur. Amma bir məna olaraq birinci ifadədə dediyimiz kimi, birinci ifadə etdiyim kimi, trayektoriyası düz xəttdə olub. Sürətlə təcil eyni istiqamətdədirsə, hərəkət yeyinləşəndirsə, burada yer dəyişmə ilə yol bərabər olur. Deməli, biz biri çıxsaq, çünki burada fikir versəz, koordinat var, koordinat bizə lazım deyil. Başlanğıc sürət yoxdur, yəni x oxunun əks istiqamətində yeyinləşəndir sükunət vəziyyətindən. Bu bizə lazım deyil, istiqamətini dəyişməyəcək. 2-də sürətlə təcil yenə eyni istiqamətlidir. X oxunun əksinə yeyinləşən, bu da bizə lazım deyil. 3-cüdə sürət x oxunun əksinə mənfi, təcil müsbət. Yavaşlayan hərəkət müəyyən anda dayanacaq və istiqamətini dəyişəcək. 4-cüdə hər ikisi mənfidir. 5-də isə sürət müsbət, təcil mənfi, müəyyən anda dayanacaq və istiqamətini dəyişəcək. Bu zaman yol artsa da yer dəyişmə müəyyən sıfır qiymətini alıb, sonra təzədən bir də atacaq. Yəni, yer dəyişmə yola bərabər olmayacaq. Deməli, 3 və 5. 2. Harmonik rəqsi hərəkət edən cismin koordinat tənliyi x bərabərdir 8 kosinus pi bölü 18 t deyir, hərəkətə başlayandan 6 saniyə üzrə cismin koordinatı neçə olar? Deməli, burada pi bölü 18 bizim omeqamızda periodu tapsaq, t bərabərdir 2 pi bölək omega, 2 pi bölək omeqamızın yerinə pi bölək 18, buradan da 36 saniyə. 6 saniyə 36-nın 6-da 1-idir. Yəni 6-da 1 t müddətində nə qədər yer dəyişmə edəcək və yaxud da ki, koordinatı neçə olacaq tapmaq üçün biz bunu belə bir qaydada baxaq. Qəbul edirik ki, kosinus müsbətdir, yəni hərəkətə başlayacaq. Buradan 6 saniyə sonra cisim harda olar və yaxud da nə qədər koordinatını dəyişər. Nə qədər yol getsə, biz onun koordinatını tapmış olacaq. Deməli, L bərabərdir. Mən bu üsulla gedirəm, fərqli üsullarla işləmək olar. L bərabər T bölək x. Deməli, buradan da 4. 4n xm üsulu ilə getdi. 4 vuraq 6 bölək. Deməli, 36 vuraq 8. 4 metr. Deməli, 4 metr gələcək. Yəni, 4 metr buradan gəlsə, koordinatı da 4-də olacaq. Yəni, C variantı. Fərqli üsullarla da həll etmək olur. İndi mən bu üsulla etdim. 3.
Düz xəttdə hərəkət edən cismin sürətinin proyeksiyasının zamandan asılı qrafikinə əsasən hansı fiziki cəmiyyətləri təyin etmək olar? Yuxarıdakından belə bir şey də deyim uşaqlar. Siz əgər trigonometriyanı yaxşı bilirsinizsə, yəni mən dediyim üsuldan yox, kosinus 6-da 1, yəni pi bölək 6, daha da pi bölək 3, pi bölək 3 fazlasında bu 60 dərəcədə, 60 dərəcədə 2-də 1. Yəni x-in 2-də 1-i qədər yolu gedəcək. Bu da 4 metr olur. Yenə həmən düsturdan, yəni x bərabərdir. x-in kosinus omega t düsturundan biz buradan f-nin qiymətini tapmış olacağıq. Onda x bərabər 8 vuraq 2-də 1 bərabər 4 almış olacaq. Yəni bunu deyim ki, sonra videoya baxıb kimsə səhv tutmasın. Yəni bu formada da yaza bilərsiniz. Yəni üsullar çoxdur. Ancaq mən yuxarıda trigonometriyadan bilmirəm, ancaq məntiqlə işləyə bilərəm yazanlar üçün. Üçüncü, düz xəttli hərəkət edən cismin sürətinin proyeksiyasının zamandan asılı qrafikinə əsasən hansı fiziki cəmiyyətləri təyin etmək olar? Qrafikdə VT. VT grafikin altına qalan sahə, yol və yer dəyişimini tapmaq olar. 1. Qüvvəni tapa bilmərik, çünki EMA təcili tapa bilərik. Yəni A bərabərdir delta V böl delta T. Amma kütləmiz olmadığına görə qüvvəni tapa bilmərik. 1 və 3. 4. Uyğunluğu müəyyən edin. Üfüqi müstəviqdə sükunətdəki cisim daxili partlama nəticəsində 2 qəlpəyə parçalanır. Sükunətdəki cismin impulsu P bərabərdir 0 olur. Başlanğıc halda P0 bərabərdir 0. Bu ifadəyə diqqətlə baxaq. Partlamadan sonra qəlpələrin impulsları nisbəti, qəlpələrin kinetik enerjiləri nisbəti və qəlpələrin kütlələri nisbəti. Kütlələr nisbəti onsuz da bizə verib 2-dir. Bunu belə başdan yazaq. İmpulsların saxlanılmasına görə, yəni burada başlanğıc halda 0-dırsa, partlamadan sonra M1 V1 bərabər olmalıdır mənfi M2 V2-yə. Yəni M1 V1 plus M2 V2 bərabər olmalıdır 0-a. Onda birinci, yəni bunlar bərabər. İndi biz modulla qəbul edək, yəni mənfi nəzərə almayaq. M1-imiz 2M V1 bərabərdir. M2-miz M. M bölü V2. V2 bərabərdir 2V1. V2 V1-dən, yəni bu 2V sürəti ilə, bu isə V sürətinə gəlir. Çünki birincinin kütləsi 2M-dir, ikincinin kütləsi M-dir. Məntiqlə də baxsaq, yəni 2M vur V, M vur 2V. Bunlar impulslar. Yekunda 2P 2P bərabər olmalıdır. Onda getdik. Buradan. Kinetik enerjilərin nisbəti Y, buna deməli YK1 bərabərdir. P kvadratı bölü 2M. İmpulslar bərabər olmalıdır. Onda deməli, impulsların nisbəti 1-dir. D. Bura üçüncüyə yazmışıq. 2. B. Kinetik enerjilərin P kvadratı bölü 2M 1. P'lər bərabərdir. Y, K2 bərabərdir. P kvadratı bölü 2M2. Biz onu deməli M-lərə görə fərqləndirəcəyik. P kvadratı bölü 2M1-in yerinə 4M P kvadratı bölək elə 2M. Bax, kütlələr verilib bizə. Bunların da nisbəti YK1 bölək YK2 bərabərdir. P kvadratı bölək 4M bölək P kvadratı bölək 2M. 4-də 1 vuraq 2, 2-də 1. Cavab burada C. Deməli, 1-dir, 2-dir, 3 bu. Y variantı olur. Uyğunluğu müəyyən edin. Molyar kütlə, maddə miqdarı, molekuların konsentrasiyası. Deməli, molyar kütlə BSD vahidi kiloqram bölək moldur. 1 getdi A-ya. A getdi 1-ə. Beynəlxalq sistemdə vahidi moldur. Maddə miqdarı nə? B. Beynəlxalq sistemdə əsas vahidlərdən biridir. Maddə miqdarını demişdik. C. Maddənin bir molekulunun kütləsidir. Molyar kütlə. C. D. Vahid həcmdə olan molekulların sayıdır.
konsentrasiya. Deməli, variantı A, B, B, C, Y. B variantı olar. 6. Porşenin altında həcmi 8 litr olan havanın nisbi rütubəti 40%-dir. Porşeni aşağı hərəkət etdirdikdə hava izotermik olaraq 4 litr həcmə qədər sıxılır. V1 bərabər 8 litr, V2 bərabər 4 litr. 2 dəfə azalır. Və T bərabərdir konstant olduğundan P1 bərabərdir P-dirsə, P2 bərabərdir 2P-dir. Çünki P1 V1 bərabərdir P2 V2. Yəni P1'imiz P vur 8 bərabərdir P1 vur 8, P2 vur 4. Onda P1 böl P2 bərabərdir 2-də 1. Yəni P2 bərabərdir 2P1. 2 dəfə artıqdır. Deməli, təzyiq 2 dəfə artırsa, fi bərabər parsial təzyiqlə görə hesablasaq, P bölək P0 vuraq 100. O da bərabərdir bu 40% idisə, fi 1, buna fi 2 deyək, 2P bölək P0 vur 100. P bölək P0 40-dırsa, 2P bölək P0 80% olur. Cavab, deməli, A variantı olur. 7. Sərbəst elektromaqnit rəqslərinin baş verdiyi rəqs konturunda sarğacın maqnit sahəsinin enerjisinin kondensatorun elektrik sahəsinin enerjisindən asılı qrafiki verilmişdir. Sarğacın induktivliyi 2 Henry olarsa, sarğacdan keçən maqnit selinin maksimum qiymətini hesablayın. Tam enerji bərabərdir W maqnit plus W elektrikin ani qiymətləri, yəni 100 plus 60. Yəni 60 plus 100. 160 joule, millijoule. Və bizdə fi'nin maksimum qiyməti tama bərabərdir. Yəni fi maksimum kvadratı bölü 2L bərabər W tama. Bu da 160 vurun üstü mənfi 3. Buradan fi maksimum bərabərdir kök altında. 2 vur. 2L vur W tam deyək. 2 vur. 2 vur. 160 vur. 10 üstü mənfi 3. Buradan çıxır 8 vur. 10 üstü mənfi 1. Buradan da 0,8 V1 yaza bilər. Cavab B variantı olur. Kapillər boruda qalxan mayın həcminin borunun diametrinə asılı qrafiki hansıdır? V bərabər həcm kapillər boru silindrik formada qəbul etsək, fərq eləmir bu kapillər borunun əsas odur içərisində tük tərtibində olsun. Yəni o silindr formasında da ola bilər. Burada deməli kvadrat formasında da ola bilər enkəsi. Biz bu formada qəbul, yəni V bərabərdir S vur H. S-in əvəzinə bizə diametrdən dediyimiz pi d kvadratı bölək 4 vuraq. H-in əvəzinə 2 sigma. Yəni H qalxma hündürlüyü bərabərdir 2 sigma bölək rho j r. Biz burada deməli diametrlə ifadə etdiyimizə görə 4 sigma bölək rho j d yaza bilərik. Buradan d-nin bir ixtisar geçsin. Yekunda 4 sigma d bölək rho j. Bizə bu bir kəmiyyətlər lazım deyil. Onsuz d ilə v düz asılı. E variantı olur. 9. Sürəti 4,6 metr böl saniyə olan yüklü zərrəcik induksiyası 0,2 Tesla olan bir cism maqnit sahəsi induksiya xəttlərinə perpendikulyar istiqamətdə daxil olaraq 20 sm radiusda çevrədə zərrəciyin xüsusi yükünü təyin edir. Xüsusi yük biz buradan Q ştrix bərabərdir V bölək R B yaza bilərik. Bu düstur hardan çıxır? Məsələn, bu düstur əzbər bilmirsinizsə, lap əvvəldən MA bərabərdir QBV düsturundan, yəni Lorentz qüvvəsinin əvəzləyiciyə bərabərləmişdik. MV kvadratı bölək R mərkəzə qaçma tərzinə açdıq. QBV. Buradan R bərabərdir MV bölək QB. Q böləyim xüsusi yükdür. Yəni V bölək Q ştrix. Yəni Q ştrix bərabərdir Q bölək M-dir. Q ştrix B.
Buradan da Q ştrixi tapdıq. Yuxarıda artıq mən yazmışam bunu. Yəni X3 bərabərdir V bölək RB. V'mizi verim. 4 vur 10 üstü 6. R'miz 20 cm 0.2 metr. Vuraq 0.2. Buradan da 10 üstü 8. D variantı olur. 10. Şəkildə təsvir olunmuş transformator dəyişən cəryan mənbəyinə qoşulmuşdur. Transformatorun girişində gərginlik U1 bərabərdir 50 volt. Olarsa transformatorun K transformasiyası əmsi alınıb və çıxışdakı gərginliyi hesablayın. U2-ni hesablayın. K bərabərdir N1 bölək N2 U1 bölək U2. N1 bölək N2-yə görə N bölək 4N, onda 4də 1 K 4də 1-ə bərabərdir. K-mızın qiyməti 4də 1-dir. Deməli, transformatorumuz yüksəldi. 4 dəfə yüksəldəcək. Və yaxud da U2 bərabərdir. K vur U1. O da bərabər 4 vur 50, 200 volt. A variantı olur. 11. Fotoeffekt zamanı verilmiş katodun üzərinə düşən işığın intensivliyinin sabit qiymətində tezliyini artırdıqda hansı fizik cəmiyyət dəyişməz? Deməli, fotoeffektin birinci qanunda deyirik ki, doyma cəryan şiddəti, yəni fotocəryan doyma cəryan şiddəti düşən işığın tezliyindən asılı olmayıb intensivliklə düzüntüdən asılı. İntensivlik sabit qalır. Ona görə bizdə əsas tezliyindən asılı olanlar isə ikinci qanunda saxlayıcı gərginlik, kinetik enerji, tezliyini artırdıqda bunlar dəyişəcək. Ona görə saxlayıcı gərginlik dəyişər, artar. Maksimal kimi. Bəri başdan mən variant çıxışı ilə onsuz çıxışı dəyişə bilməz. Qırmızı sərhəddən asılıdır. Maksimum kinetik enerjisi burada dəyişəcək, artacaq. Maksimum impuls kinetik enerji dəyişdiyinə görə maksimal sürətdə yenə kinetik enerji dəyişdiyinə görə dəyişəcək. Çıxış olur. 12. H bərabərdir 25 metr hündürlükdən düşən 2 kiloqram kütləli cismin yerə dayananda sürət 20 metr saniyə olmuşdur. Müqavimət qüvvəsinin işini hesablayın. Müqavimət qüvvəsinin işi tam enerjinin dəyişməsidir. Yəni tam enerji burada müqavimət qüvvəsi varsa tam enerji saxlanılmayacaq. Birinci haldakı enerji mgh bu başlanğıc halda, yəni tam enerjimi göstərir. Yerə dayananda mv kvadratı bölək 2, bu da tam enerjiyə bərabər olmalıdır əslində. Yəni enerjini saxlama qanuna görə. Amma müqavimət qüvvəsi təsir göstərdiyinə görə saxlanamayacaq. Yəni itki elə müqavimət qüvvəsinin işinə bərabər olacaq. Birinci halda mgh 2 vur 25 vuraq 10 500 joule. Deməli 500 joule 500 joule bizim enerjimiz var. Yerə dayananda isə mv kvadratı bölgüm yerə dəymə sürətinə görə hesablayırıq. 2 vuraq 400 bölək 2 400 joule. Yəni burada 100 joule itki var. O da delta Y enerji dəyişməsi və ya A iş bərabərdir 400 minus 500 mənfi 100 joule. Məsələn, müqavimət qüvvəsi həmişə mənfi görür. 13. L nöqtəsindəki hidrostatik təzyiq PL, K nöqtəsindəki hidrostatik təzyiq PK olarsa, PK böl PL nisbətini tapın. Bu ifadələrdə biz həmişə hər hissəni ayrı-ayrı hidrostatik təzyiqlərini hesablayırıq. H hündürlüyünə rho JH, 2 rho hissəsinə 2 rho JH. Ona deməli L nöqtəsinin üzərində rho JH və 2 rho JH olduğuna görə 3 rho JH burada. Deməli, PL bərabərdir 3 rho JH. L hissəsindən aşağı K-ya gələndə isə burada 6 rho JH və 6 rho JH. K hissəsində isə PK-da 3 rho JH yuxarıda idi, rho JH 2 rho JH və bunları da cəmləyirik 6 12. Deməli 15 rho JH. PK-nın PL-ə dediyinə görə 15 bölək 3 cavab 5. Rho JH-ı yazmadım. A variantı.
14. Kütləsi 3 kiloqram olan və 5 kiloqram olan iki cisim sürtünmə qüvvəsi nəzərə alınmadığı səthdə 30 Newton qüvvənin təsiri ilə hərəkət etdirilir. Əvəzləyicisini tapaq, çünki bizə lazımdır. Üfüqi istiqamətdə F-in F kosinus alfa olur. F kosinus alfamız da F'imiz 30. Vuraq kosinus alfa 0.8, 24 Newton. Deməli, bu istiqamətdə bizə 24 Newton qüvvə təsiri göstərir. Onda biz belə yazırıq. T bərabərdir 24 bölək. Ümumi kütləmiz 8 vuraq 3. Bizə də lazımdır bura. Bu da 3 vur 3, 9 Newton. Bunu necə yazırıq? Yəni, T bərabərdir. T-dən əvvəldə qalan 3-ün göstərdiyi təsir. Yəni, M buna 1 deyək, buna M2 deyək. Buna M1 deyək, buna M2 deyək. Yəni, M2 vur A. Bizə bu lazım idi. M2 3-dür. A-nı tapmaq üçün də F əvəzləyici bölək M1 plus M2, M ümumi. F əvəzləyicimiz 24, M1 plus M5 üstəgəl 8, 3 metr bölək saniyə kvadratı olur. Buradan da gətirdik T-nin üstünə 20. 15. Uyğunluğu müəyyən edin. R radiusu çevrəcək hərəkət edən maddi nöqtənin periodu T-dir. Bucaq sürəti 2pi bölü 1A. Xətti sürəti 2pi R bölü T. D və yaxud da ki, başqa uyğun yoxdur elə. 2D. Mərkəzə qaçma təcili. Omega kvadratı R və yaxud da ki, C demə, omeqanı açsaq bu və E. B-yi. Cavab olur B variantı. B. D-yə B yox. A variantı. Bu D ikincidir, birinci A'dır. 16. Fotoaparatın cisim məsafəsi ilə fokus məsafəsi arasında hansı münasibət var? Deməli, fotoaparatda xəyal kiçildilmiş alınırdı. Kiçildilmiş həqiqi tərsinə çevrilmiş. Ona deməli 2F-dən də uzaqda olmalıdır ki, xəyal kiçildilmiş alınsın. D 2F-dən uzaq məsafədə. 17. Yükü Q bərabərdir mənfi 2Y olan ion bir cins elektrik sahəsinin A nöqtəsindən B nöqtəsinə doğru hərəkət edir. Potensial enerji necə dəyişir? Öncədən deyək ki, müəyyən edək, artıb azalmanı müəyyən edək. Deməli, W bərabərdir Q fi delta fi, onsuz buradan tapacağıq. Amma artıb azalmanı necə müəyyən edirik? Mənfi yük elektron sahə istiqamətində sahə müsbətdən mənfiyə yönəlir. Mənfiyə doğru yavaşayan hərəkət edir, potensial enerjisi artır. Yəni, bunu belə daha yaxşı yadda saxlaya bilərsiniz. Sahə istiqamətində elektron potensial enerjisi artır, kinetik enerjisi azalır. Sahənin gördüyü iş mənfidir. Delta F'miz 10-40, yəni mənfi 30. Burada ehtiyac yoxdur mənfi, onsuz da azalır dediksə 30 volt. Q'miz 2Y olduğuna görə, yəni burada skaler qaydada olunca bunu 30 deyəcəm, 30 volt. Yəni 60 elektron volt artır. Yəni sahə istiqamətində potensial enerji artır, sürət azalır, kinetik enerji azalır. İş mənfidir. İş mənfi olanda A bərabərdir. Əks işarə ilə potensial enerjinin dəyişməsi idi. İş mənfidirsə, potensial enerji, daha doğrusu, iş mənfidirsə, bəli, potensial enerji artır. Yəni, burada mənfi iş görür sahə, potensial enerji artır. 18-də. Şaqlı yuxarı atılmış cismin qalxma müddəti və maksimal qalxma hündürlüyü üçün Euler-Venn diaqramına uyğun bəndləri qeyd edin. Havanın müqaviməti nəzərə alınır. Deməli, beynəlxalq sistemdə vahidi metrdir. 1, getdi. Buran, üçüncüyə. Saniyə ölçənlə ölçülür, qalxma. Deməli, 2, getdi buran. Skaler kəmiyyətdir. Hər ikisi.
Başlanğıc sürətlə düz mütənasibdir. Deməli 4 getdi bura. Qalan müddəti. Bu kvadratikdir deyə bunu yazmalıyıq. Başlanğıc sürətin kvadrat düz mütənasibdir. Bu da 5. Yəni 2, 4, 3, 5. A variantı. 19. Elastik yaydan 2 yük asılıb 3-cü yükdə əlavə etsək, yayın sərtliyi və mütləq uzaması necə dəyişər? mj bərabərdir k delta x. Deməli, k-nın qiyməti dəyişməz. mj əlavə yük qoysaq, uzanma artacaq. Yəni delta x bərabərdir mj bölü k. mj ilə düz asılır. 20-ci sual. Kütləsi 6 kiloqram olan bir cinsini tarazlıqda saxlayan F qüvvəsinin qiymətini Newtonla hesablayın. Lingin çəkisi var 6 kiloqram. Bir cins oldu, düz ortasını tapırıq. Burada bir mj, yəni 60 Newton yazdıq. Birinci mj-nin qolunu tapmalıyıq, f-in qolunda. F-in qolu 8 minus 2, 6-dır. 6 vur f bərabər. mj-nin qolu. Tən ortadan bölsək, bura 4, bura 4. Deməli, bu qol 2-dir bu hissə. Yəni, bura 2-dir də, bura 2. Ümumi olaraq bu hissə 4 olmalıdır. Deməli, mj-nin qolu da 2. 2 vur mj. F də bərabərdir. 2 vur 60 bölü 6. Cavab 20 Newton. B variantı olur. 21. Verilmiş radiusu çevrə üzrə hərəkət edən cismin kinetik enerjisinin dövlətmə tezliyinin asılı qrafiki m konstantdır. Yəni, YK bərabərdir. MV kvadrat bölü 2, o da bərabərdir. V-nin əvəzinə 4 pi kvadrat. N kvadratı R bölü 2. N-lə düz asılıdır. Kvadratik D variantı. 22. Elektrik tutumları S1S, S2, 4S olan iki müstəvi kondensatör ardıcıl birləşdirilmişdir. Birinci kondensatorun yükü Q1 6 mikrokulon olarsa, ikinci kondensatorun yükü nə qədər olur? 6 mikrokulon. Çünki ardıcıl birləşmələrdə S1, S2, Q1, Q2 desək, Q1 bərabərdir Q2 idi. Yəni 6. 23. Elektrik cərəyan gücünü ölçmək üçün istifadə olunan cihaz wattmetr. A variantı. Elektrik cərəyan işini elektrik sayğacı ilə ölçülür. 24. Volt vur metr, Henry vur, bölü Henry vur, kulon ifadəsinin hansı fiziki qiymətin varlığına uyğundur? Bu ifadədə bizə ən mürəkkəb olan Henry'dir. Birinci onu açaq. Henry'ni müxtəlif üsullarla açmaq üsulu var. Yəni, burada bütün vahidləri ən sadə beynəlxalq sistemdəki vahidlərə gətirib də sadə vahidlərlə ifadə edə də bilərik. Əsas vahidlərini. Və yaxud da ki, müəyyən üsullar tətbiq edilir. Henry'nin açılışında epsilon bərabərdir. Bizə buradan tanışdır da bu. L delta I böl delta T. Buradan i-də çıxartacaq. Məsələn, fi bərabərdir. I vur L düsturundan, L düsturundan. Mən bir də Weber açmalıyam. Ona görə bu mənə əl vermir. Bu mənə lazım deyil. L bərabərdir. Epsilon vur delta T bölə I. Buradan vahid kimi çıxarsaq, volt vur saniyə bölək amper. Bunu gətirib tətbiq edirəm bura. Yəni, volt vur metr, volt vur saniyə böl amper. Vuraq. Klon əvəzinə də amper vur saniyə. Amperlər getdi, voltlar getdi, saniyə vur saniyə, metr bölək saniyə kvadrat. Daha rahat üsul. Və yaxud da bir-bir bütün vahidləri açmaq lazımdır. Vahidlər məsələsində hər kəsin öz tərzi olmalıdır. Yəni, ola bilər biri üçün bütün vahidləri tam açmaq sərf edir. Yəni, o daha rahat bütün vahidləri əzbər bilir və həll edir. Ola bilər ki, burada kəmiyyətlərin, vahidlərin hansı kəmiyyətə aid olduqlarını hərf işarələrindən gətirib yerinə qoyub ixtisarlar edə bilər, əvəzləmə edə bilər. Yəni, müxtəlif üsullarla bu kəmiyyətləri həll etmək olar. Yəni, vahidləri tapmaq olar. Hər kəs yəni burada özünə bir tərs seçməlidir və onunla işləməlidir. 25. Uyğunluğu müəyyən edin. Qüvvənin işi müsbətdir. Qüvvənin işi müsbətdirsə hərəkət yeyinləşəndir. X oxu istiqamətində var. X oxu nəticəsində olmadığına görə yalnız B. Qüvvənin işi mənfidir. Hərəkət yavaşıyandır.
DE. Qüvvənin işi 0-dır, düz xəttli bərabər üstə. AC. 26. Eyler-Venn diaqramında rənglənmiş hissəyə uyğun gələn ifadələr təyin et. Cərəyan axan naqilə təsir edən qüvvədir, amper qüvvəsi. Naqilin uzunluğundan asılıdır. Amper qüvvəsi. Soya qaydasına tətbiq edilir. Hərəkət edən yüklü zərərciyə təsir göstərir. Lorentz. Maqnit sahəsinin beyin nöqtəsi ilə düz mütənasibdir. Hərəkət 3, 5. Çəkisi 400 Newton olan lift, çəkisi 200 Newton olan yükü 5 metr saniyə sürətlə qaldırır. Buna əsasən liftin sərf etdiyi güc neçə volt olar? Əvəzləyici qüvvəmiz yekunda, yəni liftin öz çəkisi 400 plus 200 Newton da yük var, 600 Newton. N də bərabərdir F vur V olduğundan 600 vur 5, deməli 3000 watt. Şəkildə elektrik dövrəsində I cərəyan şiddəti keçməkdədir. Daxili müqavimət nəzərə alınır. Dövrənin ümumi müqaviməti neçə ohm olduğunu tapın. Ümumi müqavimətdə bu hissə paralel birləşib. 6 vur 3, yəni 6-da 1 plus 3-də 1. Buradakı yeri tapmaq üçün. 6 vur 3 bölək 9, 6 plus 3. Buradan da 2 ohm. Bu 2 ohmdur. Bu hissə 4 ohma ardıcıl birləşib. Yekunda 6 ohm olar. 6. Dövrənin elektrik hərəkət qüvvəsi neçə voltdur? 20 volt müsbət mənfi, mənfi müsbət. 20 minus 2. 18 volt olar. Dövrədən keçən cərəyan şiddəti I bərabərdir. Epsilon bölü R plus kiçik R. Burada daxili müqavimət olmadığına görə 18 bölü 6. 3 amper cərəyan axır. 3 amper. Cavab 3 amper olur. Belə. Bununla da sınaq 11-in izahını